1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Şəhər Texniki və Təbiət Elmləri Liseyində yadda qalan və yüksək səviyyədə təşkil olunmuş tədbir keçirilib. Bayram ab-havalı tədbirdə şəhid ailələri, liseyin müəllim kollektivi, şagirdlər, valideynlər və qonaqlar iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra uşaqların hüquqlarının qorunması, onların sağlam, xoşbəxt və hərtərəfli inkişaf etmiş vətəndaşlar kimi formalaşmasının əhəmiyyəti barədə çıxışlar dinlənilib. Liseyin direktoru Rüxsarə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Təhsil sahəsindəki peşəkarlığı, yüksək idarəçilik bacarığı və uşaqlara olan xüsusi diqqət və qayğısı ilə seçilən direktor Rüxsarə Məmmədova liseyin uğurlarında mühüm rol oynayan rəhbərlərdən biri kimi qiymətləndirilir. Onun rəhbərliyi altında lisey yalnız akademik nailiyyətləri ilə deyil, həm də şagirdlərin vətənpərvərlik, mənəvi dəyərlər və yaradıcılıq ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən nümunəvi layihələrlə diqqət çəkir. Tədbirin ən maraqlı hissələrindən biri şagirdlərin təqdim etdikləri ədəbi bədii kompozisiyalar olub. Uşaqların səhnələşdirdikləri çıxışlar, söylədikləri şeirlər, ifa etdikləri mahnılar və nümayiş etdirdikləri rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Şagirdlər öz istedadları, səhnə mədəniyyətləri, nitq qabiliyyətləri və yaradıcı yanaşmaları ilə hər kəsi heyran ediblər. Xüsusilə qeyd olunmalıdır ki, uşaqların hazırladıkları ədəbi bədii kompozisiyalar yüksək bədii səviyyəsi ilə seçilib. Onların ifalarında uşaqlıq dünyasının saflığı, səmimiyyəti və gözəlliyi öz əksini tapıb. Şagirdlərin nümayiş etdirdikləri vəhdət, səhnə bacarığı və emosional təqdimat tədbirə xüsusi rəng qatıb. Hər bir çıxışda müəllimlərin zəhməti, şagirdlərin məsuliyyət hissi və yaradıcı potensialı aydın şəkildə hiss olunub. Tədbirdə çıxış edən qonaqlar lisey kollektivinin gördüyü işləri yüksək qiymətləndirərək belə tədbirlərin uşaqların inkişafında, onların özünə inamının formalaşmasında və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıblar. Bayram proqramı boyunca uşaqların sevinc dolu simaları, onların nümayiş etdirdikləri parlaq çıxışlar tədbirin əsas qəhrəmanlarının məhz onlar olduğunu bir daha göstərib. Tədbir iştirakçıları uşaqların ifalarında böyük gələcəyin işartılarını gördüklərini bildirərək onların uğurlarının davamlı olmasını arzulayıblar. Sonda tədbirin təşkilində əməyi olan müəllimlərə, valideynlərə və fəal şagirdlərə təşəkkür ifadə olunub. Qeyd edilib ki, Sumqayıt Şəhər Texniki və Təbiət Elmləri Liseyi gələcəyin savadlı, vətənpərvər və yaradıcı gənclərinin yetişdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bu möhtəşəm tədbir iştirakçıların yaddaşında xoş təəssüratlarla qalıb, uşaqlara göstərilən diqqət və qayğının daha bir gözəl nümunəsinə çevrilib. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.